rayon məhkəməsində ötən ilin iyun ayında silahlı hücuma məruz qalmış teleparçı İlham Mirzəyevin Asif Əliyevə qarşı iddiası əsasında qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Ayaz Məmmədov və prokuror Rizvan Sultanovun apardığı prosesdə təqsirləndirilən tərəfin zərər çəkmişi ittiham edən DVD disk və Azərsel mobil operatorundan alınmış telefon zənglərindən baxış keçirilməsi vəsaitləri qəbul edilməyib. Müəyyən edilib ki, Asif Orucoğlu Əliyev 13 iyun 2010-cu il tarixdə gecə saat 01:00 radələrində Bakı şəhəri Yasamal rayon ərazisində yerləşən Spes telekanalının yaxınlığında aralarında yaranmış mülkün məhkəmə məsələsi ilə bağlı İlham Mirzəyevlə mübahisə edib. Əlindəki bıçağı onun boğaz nahiyəsinə dirərək öldürməkdə hədələyib. Bundan başqa, vətəndaşların gözü önündə İlham Mirzəyevi nalayiq sözlərlə təhqir edib. Xuliqanlıq hərəkətlərinə davam etdirən Asif teleparçıya qarşı zor tətbiq edərək həmin bıçaqla onun boyun və boğaz hissəsini yaralayıb. Məhkəmədə İlham Mirzəyev bildirib ki, boynunda yaranan problemlərə görə həkimlər onun insult təhlükəsi diaqnozunu qoyub. Zərər çəkmişin sözlərinə görə 7 aydır davam edən məhkəmə prosesinə görə müalicəyə gedə bilmir. İlham Mirzəyevin vəkilləri teleparçıya dəymiş maddi və mənəvi ziyanı sübut edən sənədi hakimə təqdim ediblər. Qarşı tərəfin vəkilləri isə sənədlərdə qeyd edilən söz və terminləri anlamadıqlarını bildirərək sənədi qəbul etməkdən imtina edib. Məhkəmə iclası davam etdiriləcək. Teleparçının vəkilləri olan məsələ ilə bağlı fikirlərini bildiriblər. 13 iyun 2013-cü tarixdə hüquq mühafizə orqanlarına müraciət edib ki, ona qohumu, tanışı Əliyev Asif tərəfindən ölümlə hədələnməklə xəsarət getirilib. Bunun haqqında Yasamal rayon polis idarəsində cinayət qaldırılıb və Yasamal rayon polis idarəsi tərəfindən və verilmiş təqdimat və vəsadət əsasında Yasamal rayon məhkəməsi tərəfindən Əliyev Asif haqqında həbs qəti imkan tədbiri seçilmişdir. İstintaq aparılmış, ona 221-ci maddə, 127-ci maddələr ilə ittiham verilmişdir. Hal-hazırda da iş məhkəmədədir, məhkəmə araşdırması aparılır, məhkəmə istintaqı aparılır. İstintaq qurtardıqdan sonra da məhkəmə qərar veriləcək. İlham müəllim deməli işdən çıxan vaxtı onun qohumudur, həm də qohumdur, nəysə. Onun tərəfindən hücuma məruz qalmışdı. Yəni belə də indi mən onu demərəm ki, o bıçaq olub, nə olub, bir küt alətlə İlham müəllimə həsarət yetirmişdi. Bu çox ağır həsarət deyildi, amma hər halda yetirib və ondan əvvəl də müəyyən etika zid olan bir sözlərlə, söyüşlərlə və həmin vaxt orada insanlar olub, eşidiblər, yəni xoşa gəlməz bir hadisə olub aralarında. Bundan sonra İlham müəllim dəfələrlə cəhd etsə də ki, aralarında barışıq olsun, qohumdular hər halda, həm də insanlar indi bu ölümcül bir həsarət olmayıb, barışmaq olardı. Lakin həmin belə deyildi, təqsirləndirən Asif Əliyev o barış əksinə bu işi bir balaca da dərinləşdirib kifayət qədər və əksinə aralarında olan o belə deyək, anlaşılmazlıq yox, aralarında olan o münaqişə daha da dərinləşib, daha da kəskinləşib və nəticədə də bax bugünkü gün məhkəmədə elə də davam edir. Ceyran Əskər qızı İsa Məmmədov, Səstəvə.